Salam əziz dinləyicilər, bugün mən sizə belə bir mövzu üzrə çıxış etmək istəyirəm. Ruh və mediativ hallar. Mediativ hal deyəndə burada meditasiya deməkdir. Yəni mediativ hal yəni ruhların meditasiyası. Bax, bu haqda ilk mövzumu çıxış edirəm. Əlbəttə bilirsiniz ki, mən çıxış edəndə bir neçə mövzu, mənim bu videom 30 dəqiqəlikdir və bu 30 dəqiqə ərzində mən bir neçə mövzu üzrə çıxış edirəm və ilk mövzum da belədir. Ruh və mediativ hallar. İndi bu mövzu barədə mən öz fikirlərimi sizin nəzərinizə çatdırmaq istəyirəm. İnsan şuurunun ən dərin və ən az öyrənilmiş sahələrindən biri meditativ hallardır. Bu hallar insanın adi düşüncə axınından çıxaraq daha sakit, daha fokuslanmış və daha dərin bir daxili vəziyyətə keçməsi ilə xarakterize olunur. Bir çox fəlsəfi, dini və psixoloji yanaşmalarda meditativ hallar ruhla əlaqəli xüsusi bir vəziyyət kimi izah edilir. Bu baxışa görə insan meditasiya zamanı yalnız bədəni deyil, həm də mental şuur dairəsini və ruhunu dərin bir sakitlik və aydınlıq vəziyyətinə gətirir. Ruh anlayışı ümumilikdə insanın mənəvi mahiyyəti, daxili şuuru və həyat enerjisi ilə əlaqəlidir. Meditativ hallar isə bu daxili mahiyyətin daha aydın şəkildə hiss olunduğu vəziyyətlər kimi təsvir edilir. İnsan gündəlik həyatda düşüncələr, emosiyalar və xarici təsirlər arasında daim hərəkət edir. Lakin meditasiya zamanı bu düşüncə axını zəifləyir və insan daha sabit bir daxili sükunətə daxil olur. Bu sükunət bir çox təlimlərlə ruhun təbii vəziyyəti kimi qəbul edilir. Meditativ halların əsas xüsusiyyətlərindən biri mental şuur dairəsinin dərinləşməsi və fokusunun güclənməsidir. İnsan diqqətini nəfəsə, bir obyektə və ya sadəcə daxili sükunətə yönəltdikdə xarici dünyadan gələn stimullar ikinci plana keçir. Bu zaman düşüncələr yavaşlayır və mental şuur dairəsi daha aydın bir vəziyyətə keçir. Bu vəziyyət çox vaxt daxili boşluq və ya sakit şuur kimi təsvir edilir. Ruhun bu vəziyyətdə daha az müdaxilə ilə özünü ifadə etdiyi düşünülür. Fəlsəfi baxımdan meditasiya insanın özünü tanıması üçün bir vasitədir. İnsan gündəlik həyatda çox vaxt avtomatik düşüncə və davranışlarla hərəkət edir. Meditativ hallar isə bu avtomatizmi qıraraq insanı öz daxili varlığı ilə üzə qoyur. Bu prosesdə insan öz düşüncələrini müşahidə etməyi öyrənir və onların keçici olduğunu anlayır. Bu anlayış ruhun daha sabit və dəyişməz bir mahiyyət kimi dərk edilməsinə gətirib çıxarır. Dini və mistik ənənələrdə meditasiya ruhun ilahi aləmlə əlaqə qurma vasitəsi kimi qəbul edilir. Bir çox təlimlərdə meditasiya vasitəsilə insanın daxili enerjisi tənzimlənir, mənəvi bloklar açılır və ruh daha yüksək şuur səviyyəsi ilə uyğunlaşır. Bu hallarda insanın daha dərin bir sülh, sevgi və birlik hissi yaşadığı bildirilir. Bu təcrübələr çox vaxt sözlə ifadə olması çətin olan daxili vəziyyətlər kimi təsvir olunur. Psixologiya elmi meditativ hallar daha çox beynin fəaliyyətinin dəyişməsi ilə izah edir. Tədqiqatlar göstərir ki, meditasiya zamanı
beynin streslə bağlı hissləri daha az aktiv olur, diqqət və özünə dərk etmə ilə bağlı sahələr isə güclənir. Bu dəyişikliklər insanın daha sakit, fokuslanmış və emosional olaraq balanslı olmasına kömək edir. Bu baxımdan meditasiya həm psixoloji, həm də fizioloji təsir göstərən bir prosesdir. Meditativ halların ruhla əlaqəsi isə daha çox subyektiv təcrübəyə əsaslanır. Bir çox insanlar meditasiya zamanı daxili bir genişlik, zamanın yavaşlanması və ya özündən kənar çıxması hissi yaşadığını bildirirlər. Bu təcrübələr ruhun adi şuurdan fərqli bir səviyyədə dərk olunması kimi izah olunur. Bəzi yanaşmalara görə meditasiya zamanı insan ruhunun daha saf və təmiz forması ilə əlaqə qurur. Meditasiyanın müxtəlif formaları vardır. Bəziləri nəfəs üzərində fokuslanmağa, bəziləri mantra və ya səs təkrarlamağa, bəziləri isə sadəcə müşahidə etməyə əsaslanır. Hər bir metodun məqsədi mental şuur dairəsini sakitləşdirmək və insanın daxili aləminə yönəltməkdir. Bu prosesdə əsas məqsəd düşüncələri zorla dayandırmaq deyil, onların təbii akışını müşahidə etməkdir. Bu müşahidə ruhun daha dərin qatlarını hiss olunmasına imkan yaradır. Meditativ hallar həm də emosional təmizlənmə ilə əlaqələndirilir. İnsan meditasiya zamanı bastırılmış hisslərini daha aydın şəkildə dərk edə bilər. Bu hisslər qorxu, kədər, sevinç və nostalji ola bilər. Onları qəbul etmək və müşahidə etmək insanın daxili yüngüllük hissi yaşamasına səbəb olur. Bu proses ruhun yüngülləşməsi kimi metaforik şəkildə ifadə olunur. Eyni zamanda meditasiya yaradıcılıq və intuisiya ilə sıx bağlıdır. Sakit və fokuslanmış şuur vəziyyətində insan yeni ideyaları daha asan qəbul edir və bir çox, əlbəttə, sənətçilər və düşüncə insanları bunu meditativ halların yaradıcılıq üçün ilham mənbəyi olduğunu qeyd edirlər. Bu vəziyyətdə mental şuur dairəsi daha açıq olur və daxili ideyalar daha rahat şəkildə izah olunur. Nəticə olaraq demək olar ki, meditativ hallar insanın daxili dünyasını dərk etməsi və ruhani balans əldə etməsi üçün mühüm bir vasitədir. Bu hallar həm psixoloji rahatlıq, həm də emosional sabitlik, həm də mənəvi dərinlik yaradır. Elmi yanaşmalar bunu beynin fəaliyyətindəki dəyişikliklərlə izah etsə də, fəlsəfi və mənəvi baxışlar meditativ halları ruhun özünü ifadə etmə forması kimi qəbul edir. Beləliklə, ruh və meditativ hallar bir-birilə sıx bağlı anlayışlardır. Meditasiya insanı xarici dünyadan daxili dünyaya yönəldərək ruhun daha aydın hiss olunmasına şərait yaradır. Bu proses insanın özünü daha yaxşı anlamasına, daxili sakitlik tapmasına və həyatda daha harmonik münasibət qurmasına kömək edir. Bu, əziz dinləyicilər, ruh və meditativ hallar mövzusunu burada tamamlayıram. İndi ikinci bir mövzuda çıxış etmək istəyirəm, ruhun daxili tarazlığı. İnsan varlıq təkcə fiziki ehtiyaclardan ibarət deyil, həm də daxili dünyanı formalaşdıran emosional, psixoloji və mənəvi qatlara malikdir. Bu qatların harmoniyada olan ruhun daxili tarazlığı kimi ifadə olunur. Daxili tarazlıq insanın özünü sakit, sabit, aydın düşüncəli və emosional olaraq balanslı hiss etməsi deməkdir. Bir çox fəlsəfi mənəvi yanaşmalarda bu vəziyyət insan həyatının ən vacib məqsədlərindən biri kimi qəbul edilir. Ruhun daxili tarazlığı insanın öz düşüncələri, hissləri və davranışları arasında uyğunluq yaratması ilə bağlıdır. İnsan daxilində ziddiyyətlər yaşadıqda, məsələn, istəkləri ilə imkanlara uyğun gəlmədikdə və ya emosional olaraq qarşılıq hiss etdikdə bu tarazlıq pozulur. Nəticədə insan özünü narahat, gərgin və qeyri-sabit hiss edə bilər.
Daxili tarazlıq isə bu ziddiyyətlərin azalması və insan özünü daha yaxşı dərk etməsi ilə formalaşır. Fəlsəfi baxımdan ruhun tarazlığı insanın özünün tanıması ilə başlayır. İnsan kim olduğunu, nə istədiyini və həyatında hansı istiqamətə getdiyini anladıqca daxili sabitlik artır. Qədim fəlsəfi təlimlərdə bu vəziyyət özünü dərk etmə və ya daxili harmoniya kimi adlandırılır. Bu yanaşmaya görə insanın xoşbəxtliyi xarici hadisədən çox onun daxili vəziyyətindən asılıdır. Fəlsəfi baxımdan daxili tarazlıq emosional tənzimləmə ilə sıx bağlıdır. İnsan gündəlik həyatda müxtəlif emosiyalar yaşayır və bu emosiyalar deyək ki, sevinçdir, kədərdir, qorxudur, qəzəbdir və s. Əgər insan bu emosiyaları düzgün idarə edə bilmirsə, daxili balans pozulur. Lakin insan emosiyalarını qəbul etməyi və onları sağlam şəkildə ifadə etməyi öyrəndikdə daha stabil bir psixoloji vəziyyət yaranır. Bu proses ruhun tarazlığı kimi simbolik şəkildə ifadə olunur. Ruhun daxili tarazlığını pozan bir çox amillər vardır. Bunlar stres, davamlı təzyiq, mənfi düşüncələr, məqsədsizlik hissi və sosial problemlər insanın daxili dünyasına mənfi təsir göstərir. Xüsusilə uzun müddətli narahatlıq insanın enerji səviyyəsini aşağı salır və emosional sabitlik zəiflədir. Və bu vəziyyət insanın həm düşüncə aydınlığını, həm də qərar vermə qabiliyyətini zəiflədir. Mənəvi baxımdan daxili tarazlıq insanın öz dəyərləri ilə uyğun yaşaması ilə əlaqələndirir. İnsan öz inanclarına və daxili prinsipə uyğun hərəkət etdikdə daha güclü bir daxili sabitlik hiss edir. Əksinə, insan öz dəyərlərini zid yaşadıqca daxili gərginlik və narahatlıq artır. Bu səbəbdən bir çox təlimlərdə insanın öz daxili səsinə qulaq verməsi, vicdanla uyğun yaşaması vurğulanır. Ruhun daxili tarazlığında düşüncə tərzi də mühüm rol oynayır. Mənfi düşüncələr insanın daxili enerjisini zəiflədir, müsbət və realistik düşüncələr isə onu gücləndirir. İnsan hadisələrə baxışını dəyişdikcə daxili vəziyyət də dəyişə bilər. Bu baxımdan düşüncə ilə ruh arasında güclü bir əlaqə mövcuddur. Təbiətlə əlaqə də daxili tarazlığın bərpasında mühüm vasitələrdən biridir. Təbiət insanın daxili ritmini sakitləşdirir və ona harmoniya hissi verir. Açıq hava, yaşıl məkanlar və təbii səslər insanın stres səviyyəsini azaldır və ruhunu rahatlaşdırır. Bir çox fəlsəfi yanaşmalarda təbiət da daxili tarazlığın ən təmiz mənbəyi kimi qəbul edilir. Meditasiya və daxili müşahidə də ruhun tarazlığını gücləndirən vasitələrdəndir. İnsan sakit bir vəziyyətdə öz düşüncələrini müşahidə etdikdə onların keçici olduğunu anlayır və onlara daha az bağlı olur. Bu proses daxili sakitlik yaradır və insanı emosional dalğalamalardan qoruyur. Meditasiya zamanı insan öz daxili mərkəzinə qayıdır və ruhani balansını bərpa edir. Sosial münasibətlər də daxili tarazlığı birbaşa təsir göstərir. Sağlam və dəstək verici münasibətlər insanın özünü daha güvənli hiss etməsinə kömək edir. Əksinə, konfliktli və mənfi münasibətlər daxili gərginliyi artırır. Bu səbəbdə insanın ətraf mühiti və onun ruh halının formalaşmasında mühüm rol oynayır. Yaradıcılıq fəaliyyəti daxili tarazlığın qorunmasında mühüm vasitədir. İnsan öz silahını musiqi, yazı, rəsm ya digər yaradıcı formalarla ifadə etdikdə daxili gərginlik azalır və emosional rahatlıq yaranır. Yaradıcılıq insanın daxili dünyası ilə xarici dünyası arasında körpü rolunu oynayır.
Nəticə olaraq demək olar ki, ruhun daxili tarazlığı insan həyatının əsas sütunlarından biridir və bu tarazlıq pozulduqda insan emosional və psixoloji çətinliklər yaşayır. Lakin bərpa edildikdən sonra sabit, daha aydın və daha harmonik bir həyat formalaşır. Daxili tarazı həm düşüncə, həm his, həm də davranış səviyyəsində uyğunluq tələb edir. Beləliklə, ruhun daxili tarazlığı insan özünü dərk etməsi, emosiyanı idarə etməsi və həyatla harmoniyada yaşaması ilə əldə edilir. Bu proses davamlıdır və insanın həyat boyu diqqət etməli olduqları bir vəziyyətdir. Daxili tarazı əldə etdikdə insan həm özünü, həm də ətraf aləmi daha dərindən və aydın şəkildə dərk etməyə başlayır. Əziz dinləyicilər, bax bununla da mən ikinci mövzunu yekunlaşdırdım. İndi gəlin üçüncü mövzu haqqında çıxış edək. Üçüncü mövzu ruhun kosmik mənşəyidir. İnsan düşüncəsinin ən qədim və ən dərin suallarından biri də ruh haradan gəlir sualıdır. Belə bir sual gəlir ki, ruh haradan gəlir? Bu sual təkcə dini və fəlsəfi sistemlərdə deyil, həm də mistik və simvol düşüncədə də geniş yer tutur. Ruhun kosmik mənşəyi anlayışı insan ruhunun sadəcə yer üzündə yaranmış bir fenomen deyil, daha geniş, kainatla, kosmosla və universal varlıqla bağlı bir mahiyyət daşıdığını ideyasına əsaslanır. Bu baxışa görə insan ruhu böyük kosmik sistemin bir hissəsidir və onun kökləri maddi dünyadan daha dərin bir reallığa dayanır. Kosmik mənşə ideyası çoxlu insanın özünü kainatın eyni mahiyyətinin fərqli təzahür kimi dərk etməsi ilə əlaqələndirilir. Bu yanaşmada insan bədəni yerə, maddəyə bağlı olsa da, ruh daha bir geniş bir sahəyə, kosmik şuura bağlıdır. Yəni, insanın daxili aləmi yalnız şəxsi təcrübələrin nəticəsi deyil, hətta daha böyük universal enerji və məlumat sahəsinin bir parçası kimi qəbul edilir. Bu fikir qədim fəlsəfi təlimlərdə mikrokosmos və ya da makrokosmos kimi anlayışı ilə ifadə olunurdu. İnsan kiçik kainatdır, kainat isə böyük bir insandır. Müasir düşüncələrdə ruhun kosmik mənşəyi tez-tez ilahi nəfəs, ümumi şuur və ya universal enerji kimi terminlərlə izah edilir. Bu baxışlara görə ruh fərdi olaraq yaranmır, əksinə mövcud olan sonsuz enerji və şuur dənizindən müvəqqəti olaraq ayrılmış bir təzahürdür. İnsan doğulduqda bu kosmik mahiyyət maddi bədənlə birləşir. Ölüm zamanı isə yenidən ümumi varlığa qayıdır. Belə ruh daimi dövran içində olan bir enerji kimi təsəvvür edilir. Bu fəlsəfi baxımdan bu ideya insanın mövcudunu daha geniş perspektivdə dərk etməyə imkan verir. Əgər ruh kosmik mənşəyə malikdirsə, deməli insan yalnız fərdi varlıq deyil, həm də universal bir sistemin tərkib hissəsidir. Bu baxış insanın həyatına daha dərin məna qazandırır. Çünki hər bir düşüncə, hər bir hiss və hər bir təcrübə daha böyük bir bütövlüyün parçası kimi görünür. Kosmik mənşə ideyası həm də zaman və məkan anlayışlarını yenidən dəyərləndirməyi tələb edir. Əgər ruh kainatın bir hissəsidirsə, o zaman onun mövcudluğu yalnız doğum və ölüm arasındakı dövrlə məhdudlaşmır. Bu yanaşmada ruh zamanın xaricində ya da zamanın daha geniş bir formasında mövcud ola bilər. Bu səbəbdən bəzi düşüncə sistemlərində ruh əbədi və dövr edən bir varlıq kimi qəbul edilir. Simvoli baxışlarda kosmos çox vaxt şuurun genişliyi və sonsuzluq kimi təsvir edilir. Ulduzlar, qalaktikalar və boşluq insanın daxili dünyasının metaforası kimi istifadə olunur. Bu yanaşmaya görə insanın daxilində də eyni kosmik struktur mövcuddur. Düşüncələr, dalğalar, hisslər genişlənir və şuur daim dəyişir. Bu paralellik ruhun kosmosla eyni
təbiətə malik olması ilə gücləndirilir. Ruhun kosmik mənşəyi ideyası həm də intuisiyaya və daxili bilik anlayışla sıx bağlıdır. İnsan bəzən izah edə bilmədiyi bu bilik hissi yaşayır. Bu hiss sanki fərdi təcrübədən deyil, daha dərin və ümumi bir mənbədən gəlir. Mistik yanaşmalarda bu vəziyyət ruhun kosmik yaddaşla əlaqəsi kimi izah edilir. Yəni, insan bəzi bilikləri öyrənmir, onları xatırlayır. Psixoloji baxımdan isə bu ideya insan şuurunun geniş potensialının simvolik şəkildə ifadə edir. Müasir psixologiyada insan beyninin çox mürəkkəb və hələ tam öyrənilməmiş bir sistem olduğu qəbul edilir. İnsan şüuru bəzən gözlənilməz yaradıcı ideyalar, dərin hisslər və intuitiv qərarlar yaradır. Kosmik mənşə ideyası bu fenomenləri daha geniş və metaforik şəkildə izah etməyə çalışır. Kosmos anlayışı burada yalnız fiziki kainatı deyil, həm də metafiziki bir sahəni ifadə edir. Bu sahə bütün varlıqların əlaqədə olduğu, informasiya və enerjinin vahid şəkildə mövcud olduğu bir sistem kimi təsəvvür edilir. Ruh isə bu sistemdə fərdi bir dalğa və ya təzahür kimi görünür. Dalğa okeandan ayrı görünür, lakin əslində onun mahiyyətindən ayrılmazdır. Eyni şəkildə insan ruhu da kosmik bütövlükdən ayrı deyil, onun bir hissəsidir. Bu baxış insanın ölüm və həyat anlayışına da fərqli yanaşma gətirir. Əgər ruh kosmik mənşəyə malikdirsə, ölüm son deyil, yalnız formanın dəyişməsi kimi qəbul edilə bilər. Maddi bədən öz funksiyasını bitirdikdə ruh daha geniş kosmik sahəyə qayıdır. Bu fikir bir çox dini və fəlsəfi sistemlərdə fərqli formalarda öz əksini tapır və insanın ölüm qorxusunu azaltmağa yönəlmiş bir düşüncə modeli kimi çıxış edir. Ruhun kosmik mənşə ideyası həm də insanın təbiətlə və kainatla harmoniya yaşaması fikrini gücləndirir. İnsan özünü kosmosun bir hissəsi kimi dərk etdikdə, ətraf aləm münasibəti də dəyişir. O özünü təbiətdən ayrı deyil, onun davamı kimi görməyə başlayır. Bu isə daha məsuliyyətli, daha şuurlu və daha balanslı bir həyat tərzinə gətirib çıxara bilər. Nəticə olaraq demək olar ki, ruhun kosmik mənşəyi anlayışı insanın varlığını daha geniş və universal bir çərçivədə izah edən fəlsəfi simvolik bir baxışdır. Bu ideya insanı yalnız fərdi varlıq kimi deyil, həm də kainatın bir parçası kimi görməyə imkan verir. Elmi baxışlar bu mövzunu sübut edilmiş faktlarla təsdiqləməsə də, fəlsəfi və mistik yanaşmalar onu insan şuurunun dərinliklərini anlamaq üçün güclü bir metafora kimi qəbul edir. Və beləliklə, ruhun kosmik mənşə ideyası insanın özünü və kainatı dərk etməsində geniş düşüncə horizontu yaradır. Bu baxış insanı daha böyük bir bütövlüyün parçası kimi görməyə, həyatın mənasını daha dərin səviyyədə anlamağa və daxili dünyası ilə kosmik harmoniya qurmağa təşviq edir. Əziz dinləyicilər, istəyirəm ki, bugünkü videomda sonuncu mövzu haqqında çıxış edək. Bununla da bugünkü çıxışımı tamamlayayım. Sonuncu deməli mövzumuz belədir. Ruhlar aləmi və ilahi iradə. Bu haqda istəyirəm sizə məlumat verim. İnsan düşüncəsi ən qədim, ən dərin mövzuların biri ruhlar aləmi və ilahi iradə arasında əlaqədir. Bu mövzu əsrlər boyu fəlsəfə, din, mistika və mədəniyyətlərdə müxtəlif formalarda izah olunmuşdur. Ümumi yanaşmaya görə ruhlar aləmi maddi dünyanın hüdudlarından kənarda mövcud olan, ruhların varlığını davam etdirdiyi və daha yüksək mənəvi qanunlarla idarə olunan bir reallıqdır. İlahi iradə isə bu reallığın əsas nizamlayıcı gücü kimi təsvir edilir. Bu baxışda kainat təsadüfi deyil, müəyyən məqsəd və nizam əsasında idarə olunan bütöv bir sistem kimi qəbul edilir. Ruhlar aləmi anlayışı müxtəlif dini və fəlsəfi sistemlərdə fərqli izah edilsə də, ümumi ideya ondan ibarətdir ki, insanın mahiyyəti yalnız fiziki bədənə ibarət deyil, İnsan ruhu bədən öldükdən sonra da mövcudluğunu davam etdirir.
və başqa bir varlıq səviyyəsinə keçid edir. Bu keçid çox vaxt ilahi iradənin müəyyən etdiyi qanunlarla tənzimlənir. Beləliklə, ruhlar aləmi həm davamlıq, həm də mənəvi qiymətlənmə məkanı kimi təsvir edilir. İlahi iradə anlayışı kainatı və bütün varlıqların əsas yönləndirici prinsip kimi qəbul olunur. Bu baxışa görə heç bir hadisə tamamilə təsadüfi deyil, hər bir proses daha böyük bir planın və hikmətin tərkib hissəsidir. İnsan həyatı da həmin bu ümumi sistemin içində xüsusi bir yer tutur. Ruhlar aləmi isə bütün bu planın görünməyən, lakin daha dərin səviyyədə işləyən hissəsi kimi təsəvvür edilir. Fəlsəfi baxımdan bu iki anlayış insanın varlıq sualına cavab vermək cəhdidir. İnsan həmişə mən kiməm, haradan gəlmişəm və ya hara gedirəm kimi suallara cavab axtarmışdır. Ruhlar aləmi bu sualların metafizik cavabını təqdim edir. İlahi iradə isə bu cavabların arxasında duran nizamı izah edir. Və bu baxışa görə insanın həyatı yalnız biyoloji proses deyil, həm də mənəvi inkişaf yoludur. Dini yanaşmalarda ruhlar aləmi çox vaxt hesabat və ya ədalət prinsipi ilə əlaqələndirilir. İnsan dünyada etdiyi əməllərə görə ruhlar aləmində müəyyən nəticələrlə qarşılaşır. Bu nəticələr ilahi ədalətin təzahürü kimi izah edilir. İlahi iradə burada həm ədaləti təmin edən, həm də ruhların inkişafını yönləndirən əsas güc kimi çıxış edir. Bu baxış insan davranışlarına mənəvi məsuliyyət hissi əlavə edir. Mistik düşüncələrdə isə ruhlar aləmi daha çox şuurun genişlənmiş forması kimi təsəvvür olunur. Bu yanaşmada ruhlar aləmi fiziki məkan deyil, daha çox şuur səviyyəsidir. İnsan bu səviyyəyə keçdikdə maddi məhdudiyyətlərdən azad olur və daha geniş bir qavrayış əldə edir. İlahi iradə isə bu şuur səviyyələrinin harmoniyasını təmin edən universal qanun kimi qəbul edilir. Psixoloji baxımdan bu anlayışla insanın daxili dünyasını simvolik şəkildə izah edir. Ruhlar aləmi şuuraltı proseslərin, dərin emosiyaların və intuitiv biliklərin metaforası kimi şərh oluna bilər. İlahi iradə isə insanın daxili vicdanı, mənəvi dəyərləri və həyat məqsədləri ilə əlaqələndirə bilər. Bu baxımdan bu anlayışla insan şuurun mürəkkəbliyini daha simvollar ifadə etməyə kömək edir. Ruhlar aləmi və ilahi iradə arasındakı əlaqənin əsas məqamlarından biri nizam və məqsəd anlayışıdır. Kainatın xaotik deyil, müəyyən bir harmoniya malik olduğu fikri həm elmi, həm də fəlsəfi düşüncələrdə yer alır. İlahi iradə bu harmoniyanın əsas səbəbi kimi təqdim edilir. Ruhlar aləmi isə bu harmoniyanın görünməyən, lakin davam edən mərhələsidir. Bu baxışa görə insan həyatı təsadüfi hadisələr toplusu deyil, daha böyük bir mənəvi yolun hissəsidir. Hər bir təcrübə, hər bir hadisə və hər bir seçim insanın ruhunun inkişafına xidmət edir. İlahi iradə bu inkişaf prosesini ümumi şəkildə yönləndirir, lakin insan seçim azadlığı da müəyyən rol oynayır. Bu isə məsuliyyət və azadlıq arasında tarazlıq yaradır. Ruhlar aləmi anlayışı həm də insanın ölümə baxışını dəyişdirir. Ölüm burada son deyil, keçiş kimi izah edilir. Ruh fiziki bədəni tərk etdikdən sonra yeni bir varlıq mərhələsinə daxil olur. Bu mərhələdə ilahi iradənin təyin etdiyi qanunlar daha aydın şəkildə təzahür edir. Bu baxış insanın ölüm qorxusunu azaltmağa və həyatı daha mənalı yaşamağa kömək edir. Eyni zamanda bu ideyalar insan mənəvi inkişafına da təsir göstərir. İnsan öz davranışına yalnız bu dinlərlə məhdudlaşmadığını düşündükdə daha məsuliyyətli və şuurlu davranmağa çalışır. İlahi iradəyə uyğun yaşama ideyası insanın daxili tarazlığa və etik davranışa yönləndirir. Ruhlar aləmi isə bu inkişafın davam etdiyi mərhələ kimi qəbul edilir.
Nəticə olaraq demək olar ki, ruhlar aləmi və ilahi iradə insan varlığının mənəvi fəlsəfi izahında mühüm yer tutur. Bu anlayışlar kainatı təsadüf deyil, məqsədli və nizamlı bir sistem kimi görməyə imkan yaradır. Elmi yanaşmalar bu mövzuları metafizik çərçivədə izah etsə də, fəlsəfi və dini baxışlar onları insanın varlıq mənası anlamaq üçün əsas konsepsiyalar kimi qəbul edir. Beləliklə, ruhlar aləmi və ilahi iradə ideyası insanın həyat, ölüm və mövcudluq haqqında düşüncələrinə daha geniş bir perspektiv qazandırır. Bu baxış insanı yalnız maddi dünya ilə məhdudlaşdırmır, onu daha böyük bir mənəvi bir bütövlüyün parçası kimi görməyə imkan verir və həyatın daha dərin mənasını anlamağa şərait yaradır. Əziz dinləyici, hələlik bu qədər. Sağ olun, gələn görüşlərə.